Salam, hər vaxtınız xeyir. İkinci hissədən ismi birləşmələrə baxırıq. Deməli, ismi birləşmə birinci nədir? Bir yüngül, ondan bir danışaq. Deməli, söz birləşməsində birinci tərəf oldu, bir də ikinci tərəf oldu. Bu tərəfə biz deyirdik asılı, bir tərəfə də əsas deyirdik. Bizə ikinci tərəf lazımdır. Əgər ikinci tərəf təbii ki, feilin şəkilləri olmaz. Bir də məsdər feil və feili bağlama olmaz. Qalan nə olsa, biz buna deyirik ki, bunlar ismi birləşmədir. Biz əsas tərəfə baxırıq yenə. Məsəl üçün, deyirəm ki, danışan, tutaq ki, adam. Düzdür? Danışan adam. İkinci tərəf isimdir. Və yaxud deyirəm ki, dostların hamısı. Hamısı hansının etki hissəsidir? Hamı əvəzdir. Yəni, bizim üçün fərqi yoxdur artıq. Feil olmasın, bəsdir, belə deyək. Bir də ismi yiyəlik aldı, diqqət eləsəz. Bu qeyri-müəyyən də ola bilərdi. Bir də fərqi yoxdur. Məsəl üçün, dağ havası da deyə bilərdik, dağın havası da. Bir bu cür olur. Bir də danışan adam hansı adam? Yəni, bu tərəfi deyək də, sifətin sualına cavab verməlidir. İndi baxaq, birinci sualda nə istəyir bizdən? Asılı tərəfi düzəltmə isim olsun deyir və ismi birləşmə olsun. Biz avtomatik nə edirik? Feilləri çıxırıq. B variantında feili sifətdə bunlar. Çıxdıqmı? İndi gəlirik, düzəltmə isim olsun deyir. Dağ sadədir, ona görə bunu da çıxırıq. Dağıntı sözündə sözün kökü dağ deyil, dağıntıdır. Ona görə bunu da çıxırıq. Qoruq yeri isə qorumaq sözündən qoruqdur. Ona görə cavabımız olacaq A variantı. Burada nə deyir? Yalnız bir tərəfi isimdir. Söz birləşməsinin yalnız bir tərəfi isimdir. Gəlin baxaq. Qızıl payız. Qızıl, taxta, bu tipli sözlər və yaxud gümüş, metal adlı ola bilər. Bunlar hamısı isim sayılır. Qızıl da, payız da, bitki də, növ də, danışıq da, tərz də. Bunlar hamısı isimdir hər iki tərəfi. Yanğın, təhlükə. Bu da isimdir. Bizdə lazım idi nə? Biri olsun. Amma B variantında dağ isimdir, qalxmaq feildir. Və bu feili birləşmə. Demək, doğru cavabımız B variantı oldu. İsmi birləşməni tap deyir. Dıqça feili bağlamadır. Bunlar feili sifətlərdir. Bu da məsdərdir. Deməli, biz axırıncı tərəfə, yəni ikinci tərəfə baxmalıyıq. Bu da isim olduğuna görə ismi birləşmə olacaq. Ey ilham pərisi, ey azad səhər, nə qədər bəxtiyar görürəm sizi. Sintaktik vəzifəsi nədir deyir? İsmi birləşmənin təbii ki. İsmi birləşməyə baxaq. İlham pərisi, azad səhər. Bu ikisidir. Nə olacaq bunlar? Müraciət edirsə olur xitab. Doğru cavabımız B variantı. İndi davam edirik. Asıl tərəfi qeyri-müəyyən əvəzli olsun. Yəni, birinci tərəf qeyri-müəyyən əvəzli olsun və ismi birləşmə olsun. Baxıram ki, hər tərəf hamısı ismi birləşmədir. İndi qeyri-müəyyən əvəzliyi tapaq. Uşaq isimdir. Gənc sifətdir. Danışan feildir. Bizdən nə istəyirdi? Qeyri-müəyyən əvəzlik. Qeyri-müəyyən əvəzlikdə hər kəsdir. Burada hər söz, birincisi buradakı hər təyin əvəzlikdir. İkinci də ki, söz də isimdir burada. Baxaq 6-cı suala. 6-cı sualda asıl tərəfi miqdar sayı olsun deyir. Və ismi birləşmə təbii ki. A-nı çıxırıq. Niyə? Feildir. Almaq. Uşaqların yarısı. Nə istəyirdi? Unutdum. Miqdar sayı. Birinci tərəf sayı olsun. Demək, uşaq isim daxil. Birinci sıra sayı. Sonuncu sıra sayı. Bir dənə cavab qaldı. E variantı 15 stol. Belə. Keçək o biri tərəfə. 7-ci suala görə neçə sual var? Baxmalıyıq. Deməli, asıl tərəfi qeyri-müəyyən miqdar sayı olsun. Bir dəqiqə bir su içim.
Asıl tərəfi qeyri-müəyyən miqdar sayı olsun və ismi birləşmə olsun. Baxıram ki, hamısı ismi birləşmə doğrudur. Qeyri-müəyyən şagird isimdir. Arzu isimdir. Sonuncu sıra sayıdır. 5 miqdar sayının müəyyənidir, amma yüzlərlə rusca düzəltmə olan qeyri-müəyyən miqdar sayıdır. Deməli, davam edirik. Hansı birləşmənin asılı tərəfi isimlə ifadə olunur? Birinci tərəf. Baxaq. Bərkdə zərfdir, cari sifətdir. Cari nə deməkdir? Hal-hazırki deyək də. Cari məsələ indiki, hal-hazırki hansı sualına cavab verir? Birdən də zərfdir. Deməli, cavab nə oldu? Xampəri, rəssamlıq, iş. 1, 2, 4 Y variantı və burada xampəri unutmayaq. Yəni mürəkkəb isimdir. Xam bir də bəli. Doğru cavabımız niyə yazdım? Y variantı. Asıl tərəf mürəkkəb sifət olsun deyir. Ümumiyyətcə diqqət verirsə, belə bir çətin suallar deyil, belə alışdırma suallardır ilkin olaraq. İsmi birləşmə deyirsə, biz nə edirik? 5-i çıxırıq, çünki çəkəndə feili bağlamadır. Mürəkkəb sifət deyirsə, kəhliyotu nədir? İsimdir, bunu da çıxırıq. Sənətkar, düzəltmə isimdir, bunu da çıxırıq. Cavab 1, 3, 4 qalır, amma izahına bax. Ölkələr arası hansı? Və buradakı bu mənsubiyyət də ölkələr sözü yerli yaradır. Çox mərtəbəli sayla sifət birləşib, olub nə? Mürəkkəbsə, qarabuğdayı da sadə və düzəltmə sifət birləşib, hansı oğlan? Qarabuğdayı oğlan. Asılı tərəfi sifət olan ismi birləşmə. Yəni, diqqət edirsə, ancaq asılı tərəfdən baxırıq. Sifət deyirsə, danışan feili sifətdir. Gözəllik isimdir. Qırmızı bir dəqiqə. Qırmızını saxlayaq. Alma isimdir, yumurta isimdir. Bir dənə bu qaldı. Qırmızı nədir? Sifət. Ağıllı, bu da sifət. Amma ismin xüsusiyyətini daşıyır da bu ağıllı. Ümumiyyətcə ismin xüsusiyyətini daşımaq nədir? İsmin sualına cavab vermək. Ağıllı insan mənasında. Asıl tərəfi məsdər olsun deyir. Yəni bu tərəf, birinci tərəfi məsdər olsun. Yəni son tərəf yox. Baxaq, onun oxumağı olmaz. Bu əsas tərəfdir. Ona görə bizdən asıl tərəfi istəyir. Sonra, burada çaşdırıcı bu ola bilər. Yamaq burada isimdir. Yamaq harasa o paltara filan vurulan yerdir. Sonra, burada dərsdir, isimdir. Bu da olmaz. A variantında ümumiyyətcə bu iki sözün ikisi də nədir? Məsdər deyil. Burada qaldı nə? Y variantı. Oxumağın faydası, yaşamağın mənası. Hər ikisi ismi birləşmədir, amma asıl tərəfi məsdərdir. Mən babama həmişə yeni kitablardan danışardım. Cümləsində işlənmiş söz birləşməsini birinci tapaq. Yeni kitab. Düzdür? Yeni kitab sözündə asıl tərəf nədir? Yeni. Yeni də ki, nədir? Sifət. Burada başqa söz birləşməsi olmazdı. Söz birləşməsi, ismi birləşmələr belədir. Dağ havası, dağın havası. Bayaq dedik, yəni yəlik hal olmalıdır. Və yaxud yeni kitab, ağıllı insan, nə bilim, qara stol və s. bu tipli sözlər olmalıdır. Epitet, bədii təyin, nə bilim, və yaxud adi təyin. Deyək ki, hansını yəliyi müəyyənə çevirmək olmur? Dənizin havası deyə bilərəm. Evin avadanlığı da deyə bilərəm. Şəhərin də mənzərəsi olur. Saatın da əqrəbi olur. Amma diqqət edirsə, əlin ağacı məntiqsiz çıxardı. Əl ağacı nədir? Əsa. Qolun saatı biraz yaxşı çıxmır da. Sanki qol nəsə bir şeydir, onun bir saatı da var. Qol saatı, əl ağacı, tutaq ki, Bakı şəhəri, tutaq filan kənd, nə bilim, bir dənə Tala kəndi. Bunlar hamısı yəlikdirlər, qeyri-müəyyən yəlik. Biz bunları müəyyənə çevirə bilmirik. Neçə sual var? 30. Hayda, çox olmaz. Hə, yaxşıdır, 39.
dənə. Hər iki ismi birləşməyin asıl tərəfini çevirmək olmur deyir. Gəlin baxaq. Kəndin klubu olar. Kənddə olan klub. Almanın çiçəyi, dostun sözü. Bu da olar. Sonra gülün təravəti, gəncliyin duyğusu da olar, düşmənin sözü də olar. Amma idman deyə bir şey, idmanın zalı. Hara getsən, idman var, yaxşı olanda onun zalına olmaz. Dilin qabiliyyəti, dil qabiliyyəti deyirik də. Yəni bu bizim dilimizdə anormal çıxır bu sözlər. Fərqli bir izahı yoxdur. Nə yazır? Hər iki tərəfi isimlə ifadə olunmuş ismi birləşmə. Bayaq dediyim kimi, məsələn, taxta, yun, ipək, qızıl, gümüş. Bunlar hamısı birinci tərəfi isimdirlər. Sadəcə iki isim yanaşı gələndə biri sifətin sualına cavab verir. Yəni sifətləşir. Baxaq. Hər iki tərəfi isim deyilmi? Kiçik sözün çıxdım. Niyə? Çünki sifətdir. 3 saydır. 7 saydır. Çox mərtəbəli sifətdir. İndi gəl baxaq. Gümüş, kəmər. Hansı sualına cavab versədir? Gümüş. Əmim, yun. Hamısı isimdir. Amma bu suallarına baxın. Kəmər hansı kəmər? Kərim hansı kərim? Şal hansı şal? Hamısına sual veririk bu cür olur. İsmi birləşmənin asıl tərəfi. Amansız düşmən. Baxın, ismi birləşmə bu. Hansı düşmən? Amansız düşmən. Yaralı ürək. Hansı ürək? Belə olar. O biri feilin şəkillərdəki təbii söz birləşməsi olmur. Bizdən nə istəyir? Amansız və yaralı sifətlər. Doğru cavabımız olacaq bir variant. Sonra nöqtələr xatirələri sözü adlı halda olar. Şirin xatirələri. Baxın, birlikdə cavab verirsə, bir dəqiqə nə istəyirdi? Xatirələr adlı halda. Şirin xatirələri unutmaq asan deyil. Nəyi unutmaq? Şirin xatirələri. Şirin xatirələri bir-birini yadına saldı. Şirin xatirələri heç vaxt unudulmayacaq. Şirin xatirələri qələmə alanda kövrəlmişdir. Şirin xatirələri bölüşmək zövq vericidir. İndi bizə lazımdır ki, buradakı bu mənsubiyyət olsun. Şirin xatirələri heç vaxt unudulmayacaq. Bu da doğru cavab olacaq. C variantı. Niyə? Çünki biz bunun əvvəlinə, bu mənsubiyyət olmaq üçün əvvəlinə onun artırmalıyıq. Onun şirin xatirələri heç vaxt unudulmayacaq. İndi bir-bir qoyaq. Onun şirin xatirələri unutmaq asan deyildi. Onun şirin xatirələrini olsaydı bu cür olardı. Hamısından o cür gedir. Onun şirin xatirələrini qələmə alanda kövrəlmişdi. Əgər 2 dənə i olsaydı xatirələrini, onda düz gələrdi. Amma onun şirin xatirələrini heç vaxt unudulmayacaq. Yəni, bu mənsubiyyət olanda adlıq olmuş olur. Bax, deyir ki, 18-də. Bitmiş fikir bildirmiş, düz deyir. Çünki cümlədir o. Tərəfləri yalnız isim olur. Yalnız isim olarmı? Bayaqdan 50 dənə test işlədik biz buradakı sifətdir, əvəzlikdir və s. Deməli, bu səhvdir. Qrammatik əsası olmur. Qrammatik əsası olmur, yəni qrammatik əsas nədir? Mübtəda, xəbər. Əsas asıl tərəfləri olur. Müstəqil leksik məna olur. Yəni, bunlar da belə bəsit sual idi. Asıl tərəfi düzəltmə sifəti olan. Düzəltmə sifət. Baxaq, sarı sadədir. Dərin sadədir. Dərməklə əlaqəsi yoxdur. Bulaq sadədir. Qoç sadədir. Nə qaldı? Tuzlu, istedadlı, zarafatçıl. Bu qədər rahat. Sözün açığı, mən nə etdiyimi bilmirdim. Taktik vəzifə bu mövzu deyil, amma burada deməkdə düşünürəm fayda var. Vergül varsa və əvvəldə işlənirsə, bu ehtimal ki, nə olacaq? Ara söz olacaq. İsmi birləşmənin əsas tərəfi sifətdir. Baxaq burada, uşaqların savadlısı. Sonra, o tərəf. Səidənin kitabı ana dilini yaxşı bilmək, biri budur. Bir də hamının borcu. Burada bax, ana dili sözünü də ayrıca bölmək olur. Yəni, ismi birləşmə
Feili birləşmənin içindədir. Bizdən deyir, birinci tərəf sifətdir. Baxsaq, harada sifət var burada? Deyirsən, heç orada yox. Yoxsa əsas tərəf deyir, mən səhv baxıram. Borc isimdir, bilmək feildir, dil, isimdir, kitab, isimdir, tərəf, isimdir. Bir dənə qaldı, nə? Savadlı. Hamısını izah eləməyə çalışıram ki, daha yaxşı anlayaq. Burada isə ümumiyyətcə söz birləşməsi yox. Ana oğluna yun corab toxuyur. Baxaq budur. İsmi birləşmə nədir? Yundur. Bayaqkindən. Taxtadır. Bu isimdir. Corab da nədir? İsim. 2 dənə isim. C variantı. Davam eləyək. Bugün tez eləyirəm deyəsən. Baxım neçə dəqiqədir? 15 dəqiqə. Əlaçı. İsmi birləşməni tapaq. Kəşfiyyatçılarımız indi düşməni mövqeyə bax, yəli çal. Aydın gördülər. Cümlə üzvü tamamlıq. Haranı sualını çox uşaq çaşarıq nə yazır? Zərflik yazır, amma bu zərflik yox. Tamamlıqdır. Asıl tərəf feili sifət olsun deyir. Oxudunmu? Yəni birinci tərəf feili sifət. Yatan adam məsələ. Deyir bax, olunan sifət, ifadə olunan an şəkilçisi və ya mış da ola bilər. Asıl da fərqi yoxdur. Yun isimdir. Ağan şəkilçisi var. Bu an deyil, çaşdırıcı. Bu da sifətdir. Qala isimdir. Gəldik ikisinin arasında qalmışıq. Avtomatik baxıram ki, burada bir dənə də qızıl var. Onu da yox eləyirik. Yandırılmış ocaq hansı ocaq? Görünən günəş hansı günəş? Görüləsi iş hansı iş? Hansı sualına cavab verir, amma adını qoyur ki, mən feiləm. Biz belə feilləri deyirik ki, sən feilsən, həm də sifətsən. Doğru cavabımız C variantı. Əsas nə yazıb? Hansı söz həm əsas, həm də asıl tərəf kimi işlənib. Söz deyir. Mən deyirəm, bu nə deyir görəsən? Baxaq. İlişib qalmışam qəm çalasında. Bir gözəl tilsimin daş qalasında. Bir bu var. Bir dəqiqə silim. Deməli, gözəl tilsim, biri budur. Bir də tilsimin daş qalasında. İndi nə olacaq? Ortada düşən hansıdır? Üstündən 2 dəfə xətt çəkdiyimiz nə oldu? Tilsim. Nə cavab oldu? G variantı. Hansı sözlər ismi birləşmə yaradır? Deməli, bu bitki, bir dənə bitkinin çoxu. Bu qədər rahat. 2, 3 və 3, 4. Harada cavabımız? B variantı. Necə tapdıq? Bu bitki. Hansı bitki? Bir də bitkilərin çoxu ismi birləşmə, ismi yiyəlik alır. Baba nəvəsinə oxuduğu kitablardan danışdı. İsmi birləşmə oxuduğu kitab sual veririk. Hansı kitab? Bax, sual verdikmi? İndi bizdən nə deyir? Hansı asıl tərəfdir? Oxuduğu. C variantı. Əgər mövzu başa düşülübsə, bunlar çox bəsit suallardır. Mən onun gözü ilə cahana baxım. İsmi birləşmənin tərəfidir. Hansı sözlər? Baxın, onun gözü. İsmi yiyəli yanı tapır da, fərqli bir şey eləmirik. İsmi nə yazır? Sualını unuttum. Onun gözü ilə. Daha cavab. B variantı. Bir daha de, ismi birləşmə nə idi? Yiyəli çal. Bayaq verdiyim misal verim ki, yadda yenə qalsın, təkrarlayaq. Ət-təkrar vəl-əhsən vələv kənə 180. Uydurma atalar sözü. Yəni, təkrar yaxşıdır, 180 dəfə də olsa. Eyni şeydir, hər yerdə bu çıxır qabağımıza. Yiyəlik, mənsubiyyət. Bu qeyri-müəyyən, yenə yiyəlik, bu da mənsubiyyət. Və yaxud yaxşı insan. Burada çox şey ola bilərdi. Burada nə olur olsun. Hansı sualına və ya necə sualına cavab verir. Hansı sözlər ismi birləşmənin əsas tərəfi kimidir? Dağ dərəsi yurdumun göz oxşayır, könül açır. Bu əslində demək istəyir ki, yurdumun dağı dərəsi. Şeirlərdə cümləni düzəldirik. Necə olacaq? Yurdumun dağı, bir də nəyi? Tərs yazdım. Dərəsi. Bu tərəf əsasdır da. Vergül qoyub 2 dənə əsas tərəf var. Biz belə olanda nə deyirik? Harada cavab? Dağı dərəsi 29 A variantı.
Hansı nümunədə ismi birləşmə yoxdur? Azad nəsil, dünyanın xilaskarı, gördük 2 dənə var. Sakit meydan, sarı yarpaq, bizim böyük dünyamız, onun gözü. Hamısında var. Amma B variantında görünmür heç nə. İldırımlar çaxanda anda feili bağlama, şaqqıldayıb baxanda yenə feili bağlamadır. 1. 2 dənədir. Bir şey qalmır. 2 dəqiqədir, 20 dəqiqə yaxşıdır. İsmi birləşmə yoxdur. Baxaq, dəniz sevinirdi gəlişimizə. Dalğalar, burada görmürəm. Baxaq, sonsuz dərələr, qalın meşələr, boynu bükük duran tər. Evdir, bax, boynu bükük duran tər və yaxud bükük duran. Belə də ola bilər. İç-içədirlər. Yox, tər bənövşəymiş. Mən tərs oxum. Tər bənövşə 1. Nə qədər ismi birləşmə var burada? Deməli, burada var. Bu dağlar, durna gözlü bulaqlar, hamısı birlikdə gedir. Mənim könül adlı yoldaşım, mənim yoldaşım. Hətta içində də bir dənə var. Könülsüz həyat. Sonra kimindir sabahdan axşama qədər yağışda, yağmurda çalışan əllər. Bu əllər, hansı əllər? Çalışan əllər. Bir də yağmurda çalışan. 2 dənə söz birləşməsi var. Çalışan sözü həm əsas tərəfdə, həm asıl tərəfdə. Mən səhv eləmirəmsə, əvvəlki test toplusunda belə suallar yox idi. Bu sonradan artırılmalardır. Deməli, nə olacaq? A variantı, dəniz sevinirdi gəlişimizə. Nəsə yoxdur. Dalğalar dikəli bizə baxdı. Yəni, dik olub bizə baxdı. İsmi birləşməlidir. Tərəfləri ifadə olunub. Baxaq, dağlarımızın gözəlliyi. Bitdi də, məsələ bitdi. Dağ nədir? İsimdir. Gözəllik də isimdir. Sifətdən düzəldilən isimdir. Şuşaya saxsı boru. Saxsı da metalın adıdır. Boru da isimdir. Zəfər bayramı yenə isim. Hər iki tərəfi isimdir. Deməli, cavab C variantı. Qrammatik şəkilçilərin deməli köməyi olmadan formalaşmışlar. Mən bir dənə qeyd edeyim. O saat tapacaqsınız. Baxın. Özünüz. Bunlar nədir? Hamısı mənsubiyə şəkilçilər. Demək, bunu çıxsam, cavab nə qalaq? 1, 4, 6. Bunlarda isə şəkilçilər yoxdur. Doğru cavabımız nədir? 1, 4, 6. Sadəcə mənsubiyyətlər çıxdı. Elə izah eləməyə çalışıram ki, mövzu çox asan demək istəyirəm. Bu kitab, bax budur, 4 ilə 5. Nə deyirdi bizdə? Asılı tərəf deyirsə, cavab olur 4. Bu qədər. Uyğun fikirlər, zəhləsiz sual, 1 saatında bunu bax burada. Böyük sual, çətin sual demək deyil. Bunu da qeyd edeyim. Sadəcə ekranda biraz görünmür. Şəhərin uşaqları, baxaq, birinci cümlə ilə bağlı doğru fikir. Asılı tərəfi əvəzliklə ifadə olunan söz birləşməsi. Deyib, bu var imiş, bu sözlər. Bu birisində yoxdur ki. Yox, demə bir düzüymüş. Hər iki tərəfi isimlə ifadə olunan söz birləşməsi. Şəhərin uşaqları. Bu da var ki, bu. Asan, bu şəhərin uşaqları. Söz birləşmələrini tapaq. Evdə tək qalanda, şəkilli kitablar. Deməli, düz gəlir də hamısı. Əsas tərəfi quruluşca düzəltmə sözdə ifadə olunmuş söz birləşməsi. Əsas tərəfi quruluşca düzəltmə söz. Yəni, ikinci tərəf. Baxaq, sözdür, uşaqdır, sadədir. Düzəltmə yoxdur. Demək, 3 səhv durur. İkinci cümlə ilə bağlı səhvi tapaq. Düz isə fərqi yox. Plus minus qoyaq. Tərkibində həm ismi, həm feili birləşmə var. Təmiz söhbət edir. Baxın, tək qalanda, evdə tək qalanda 1, evdə tək qalmaq kinosu da gəlir. Sezon yaxınlaşır. Şəkilli kitab, bu da 2. Yəni, ismi birləşmə. 2 düzdür. Düzəltmə sifət ismi birləşmənin asılı tərəfidir. Düzəltmə sifət ismi birləşmənin asılı tərəfidir. Düz deyir. Sonra
Əsas tərəfi yerli çalda olan fe'li sifət. Söz, burada fe'li sifət var. Uydur deyib bizə. Bu fe'li bağlama. Deməli, səhvin altından səhvi, düzün altından düzü götürəndə cavabımız nə olacaq? 1, 2, 6. Davam edirik. Yine 12 gəlir saat. Hansı cümlələrdə ismi birləşmə təyindir? Bunun bax, təkrarda işləməyi tövsiyə edirəm və yaxud yaxşı oxuyan uşaqlar, 80-dən yuxarı oxuyan uşaqlar işləsin. Mövzunu çətin başa düşənlər buna baxmasa daha yaxşı olar. Çünki təyini ehtimal ki, hələ keçməmisiniz hazırlıqda və ya hardasa. İsmi birləşmə təyin olsun. Oktayın kiçik qardaşı Fərid 10-cu sinif şagirdidir. Baxın, sinifin şagirdidir. Neçənci sinif? 10-cu. Kim? Fərid. Hansı Fərid? Oktayın kiçik qardaşı. Burada olar. Sonra. Müdir müavini Rəcəbov sənədləri seyfə qoydu. Qoydu kim? Rəcəbov. Hansı Rəcəbov? Müdir müavini. Burada da var. Cavan aşıq barmaqlarını pərdələrdə gəzdirdi. Burada ümumiyyətlə söz birləşməsi var imiş. Gəzdirdi kim? Aşıq. Hansı aşıq? Cavan. Amma ismi birləşmə deyil də burada. Yarı-yarım çıxdı. Yəni ismi birləşmə iki yerə bölündü. Bunun kimi bunun kimi deyil. Qocaman neftçinin oğlu Tahir atasının yolu ilə getdi. Yəni bu sözlər ümumiyyətlə hamısı belə olur. Getdi kim? Tahir. Hansı Tahir? Qocaman neftçinin oğlu. Yəni bu tipli suallar. Filankəs sinif rəhbərimiz filankəs. Filankəs, nə bilim, öndə döyüşən filankəs. Amma mən deyim fe'li birləşmə oldu biri. Ön xəttə dayanan əsgər. Baxın, elə bu da fe'li birləşmə təyin olsa da. Doğru cavab 1, 2, 4. Nümunə ilə bağlı səhv fikirləri tap deyir. Tapaq deyir, tapaq da. Dördüncü misradan başqa bütün misralarda iki söz birləşməsi var. Baxaq. Günəşin rəngi 1. Bu səhv imiş ki, bir dənə var birincidə. Nümunədə həm ismi, həm fe'li birləşmə var. Ehtimal ki, ola günəşin rəngi ismi birləşmə. O günəş gəncliyin timsalıdır. Gəncliyin timsalı. Bir dənə ismi gəncliyin günəşi saralan deyil. Burada yoxdur. Sonra nə yazır? Parlasın ömrün günəş tək. Yoxdur burada. Elə bir dənə bunlar imiş. Demək ki də səhvdir. Yox imiş, fe'li birləşmə bu deyirlər. Bu elə bir xəbərdir da, saralandır, saralan deyil belə. Yalnız bir misrada iki ismi birləşmiş denmişdir. Bunu istəyirəm, çaşdırmasın. Biz bunun altından xətt çəkməmişik. Bizdən səhvimi istəyirdi. Deməli, yalnız bir misrada iki ismi birləşmə. Baxaq. Nə can yanğısı gör, nə istirab çək. Can yanğısı, istirab. Günəşin rənginə bax, gənclik timsalıdır. O günəş gəncliyin timsalıdır. Gəncliyin günəşi saralan deyil. Əzizim, parlasın ömrün günəş tək. Nə can yanğısı gör, nə də istirab. Burada mən görmürəm. Sonra. İsmi birləşmələrdən birinin asılı tərəfi əvəzlikdir. Burada ümumiyyətlə əvəzlik, o günəş. O günəş gəncliyin timsalıdır. O günəş deyil. Bax, vergül yoxdur. O günəş gənclik deyil. Demək, bu düzüymüş. Mən diqqətsiz deyirəm. Demək, 3 düzdür. Bir misrada 2 dənə ismi birləşmə var. Deməli, onda bu cavab olmayacaq. 1-2 əlaki cavabdır. İsmi birləşmələrdən birinin asıl tərəfi əvəzlikdir. Bəli, o var. Buna görə tapdım. Elə bu 4 olmasa 3'ü düz, yox, təhv deyəcəkdim. İsmi birləşmələr hamısı eyni cümlə üzüdür. O günəş, yox, elə bir dənəsi bölünməyə bəs. Biri xəbərdir, biri mübtədadır. Nə bilim, hərəsi bir şey. Deməli, səhv. Doğru cavabımız nə oldu? 1, 2, 5 doğru cavabdır.
Səkin indi mətbəxdə təzə meyvələri yuyurdu. Baxaq. Təzə meyvə. 4-5. Bu qədər rahat. O, axırıncı sual. İsmi birləşmənin əsas tərəfi. Birləşmələri tapaq. Cəsur Məliktaş hücum edib şəhəri aldı. Bu yəqin ki adıdır da. Hansı Məliktaş olmaz? Heç olsa da tutaq ki bu cəsur insan adı yox. Cəsur igid mənasındadır. Şəhəri aldı kim? Məliktaş. Hansı Məliktaş? Nə bilim bəlkə adamın adı Cəsur Məliktaş. Bilmirəm. Yəni də təyin olur. Demək bu səhvdir. Mən özümü böyük eşqimə qurban verdim. Kim mən? Kimi? Özümü nəyə? Eşqimə. Hansı eşqimə? Böyük eşqimə. Bizdən nə istəyirdi? Əsas tərəf tamamlıq. Bəli, tamamlıq hansı idi? Böyük eşqim. Burada söz birləşməsidir və eşqimə nəyə? Bu düzdür. Kərbəlayı tapdığım bağında budur. Bir cərgə üzüm tənəyi var idi. Var idi. Nə üzüm tənəyi? Birinci mübtəda oldu. İsmi birləşmədi üzüm tənəyidə. Harada? Tapdığım bağında. Ümumiyyətcə burada heç bölünmür. Burada olur zərflik. Burada olur mübtəda. Bizdən nə istəyir? Tamamlıq. Biz belə insan burada ismi bilən. Unutmamalıyıq. Kim? Biz. Kimi insanlar? Necə insan? Belə insan. Yenə əsas tərəf tamamlıq oldu. Belə. İzah elədim, ümid edirəm, bəyənərsiniz, imkan varsa nəsə yazın. Bir dənə barmaq işarəsi yuxarı olandan da qoysaz, olar lap əla. Sağ olun.